mən Aris. Uzun bir müddətdən sonra yeni bir video işləmə qərarına gəldim. Bu videoda mənim qəbul aldığım universitetlər haqqında danışacağıq. Məncə maraqlı bir video olacaq. Çünki bildiğim çox fərqli universitetləri apply eləmişəm və apply etdiyim bütün universitetlərdən 6 universitet apply eləmişəm və 6-dan da qəbul almışam. İndi sıralamada da bir-birisindən baxacaq. Sıralama necə olacaq? Güya sıralaması üzrə yəqin ki danışacağam. Yəni birinci ən yaxşısından, sonuncu isə sıralamada ən altda olandan videonu sonlandıracağım. Bunu yenə dediyim kimi 6 universitetə apply etmişəm. Bu universitetlər hamısı Avropada və Azərbaycanda olan universitetlərdir. Onlara başlayaq sıralamaya. Birinci sırada Kulavin Universitetidir. Kulavin Universiteti Belçikada yerləşir və fərqli səhv eləmirəmsə fakültələr fərqli binalarda yerləşir. Ən əsası Leuven şəhərində və Brüssel şəhərində yerləşir. Mənim bura apply etməyin əsas səbəbi top 100-də olmalı idi. İndi olaraq da bilmirəm top neçədədir, yenə top 100-də olmalıdır. Amma mən apply edəndə çox həvəsli idim, çünki top 100-də idi. Kulavin Universitetində BBA, yəni Business Administration, biznesin idarə edilməsi fakültəsinə apply etmişdim və uzun bir müddətdən sonra da qəbul aldım məncə. Nələr tələb edirdi? Məsələn, IELTS tələb edir 6-5 üstü. Bir də SAT tələb edir ya da riyaziyyatın onlarda daxili imtahan var idi, riyaziyyat imtahanı. Mən düzdür, riyaziyyat daxili imtahanından keçdim. SAT-in də məhz 700 plus idi deyə avtomatik qəbul eləmişdilər. Və reputation fee də, yəni illik universitetin illiyi də biraz uyğun idi deyə. Məsələn, 2000 evro, 2000-3000 evro olmalı idi. Bəzi problemlər yaşandı, fakültələr üst-üstə düşmədi, əslində biznes administrasiya istəmirdim, biznes idarə edilməsini istəmirdim deyə, biznes idarə edilməsini istəmirdim deyə və bir-iki vizada anlaşılmamazlıq olduğu üçün o universitetdə seçmədim. Amma yəni bu videoda bu universitetdən başqa hansı universiteti seçməyəcəyimi deməyəcəm. Yəni gələn videolarımda artıq hansı universitetə seçdiyimi özü də görəcəksiniz. İkinci növbədə Brugge University of Brussels, yəni bu universiteti var Belçikanın. Səhv eləmirəmsə top 250-də, 230-da, 220-də belə, ya da 200-də də ola bilər, top 200-də də ola bilər. O universitetə apply eləmişdim. Orada da səhv eləmirəmsə biznes idarə edilməsini apply eləmişdim. Əslində mən o fakültəni çox da belə deyim sevmirəm, həvəskarı deyildim. Əsasən mənim texnik işlərdən daha çox həvəsliyəm, yəni kompüter elmlərinə, kompüter mühəndisliğinə, kiber təhlükəsizliyə, software engineering, yəni belə fakültələrə daha çox həvəsli idim, nəinki digərlərinə. Ona görə də biznes idarə edilməsi olan universitetlər çox da həvəsli deyildim. Amma yenə də BUBA da apply elədim. Səbəbən o da IELTS SAT istəyirdi. 6 plus IELTS istəyirdi. İndi şərtləri bilmirəm. Səbəbən Kulavin illiyin qiymətini biraz artırıblar. Onu da bilmirəm. Mənə yaxın zamanlara deyildi. Brugge University of Brussels universitetə apply elədim. Oradan da qəbul aldım, amma onu seçməyəcəyimi deməyəcəm bundan sonra. Üçüncü universitetimiz Charles University'dir. Top, o da səfərimizə 250-300 olmalı idi. Charles Universiteti Çexiyada yerləşir. Səfərimizə Praqada yerləşir. Çox qədim universitetdə Avropanın ən qədim 10-15-ci universitetlərindən biridir. Yəni, çox da maraqlı universitetdir əslində. Orada apply etdim və oradan da qəbul aldım. Səfərimizə orada da tək IELTS-ın və ilk qəbul aldığım universitetdə oraydı. Yadıma düşür, ilk qəbul aldığım universitetdə oraydı. Computer Science-dan qəbul almışdım. Fakültəm məsələn Physics idi və ixtisasım Computer Science idi. Amma yəni yadıma gəlmir isə IELTS. Yəni orada 6 plus IELTS, 6-5 plus IELTS istəyirdi səhv eləmirəmsə və daxili imtahanı, riyaziyyat imtahanı səhv eləmirəmsə istəmirdi, yəni mən istəmirdim. Və mən sertifikatlarımı, digər bütün nailiyyətlərimi göndərdim. Ondan sonra da mənə ilk qəbul deyəndə, yəni səhv eləmirəmsə ki, martda ya apreldə qəbulum gəlmişdi. Yəni Charles qəbulum martda ya da apreldə gəlmişdi. Növbəti universitetimiz isə Czech Technical University'dir. CTU qısa adı da CTU-dur. O da Çexiyada Praqada yerləşir. Çox modern universitetlərdən biridir və texniki universitetdir bir adından da göründüyü kimi. Czech Technical University. Top səfərməsə ya 450 ya 500-də olmalıdır ya da 400-də də ola bilər. Tam bilmirəm, bir videoda qoyacağım yəqin ki bir qırağa. Top 450-dir deyək və orada da fakültəm
hansına apply etmişdim? Faculty of Information Technologies, yəni informasiya texnologiyalarına. Bildiyimiz ki, IT-yə apply etmişdim və oradan da qəbul aldım. Orada proses biraz fərqli idi, çünki daxili imtahan istədilər məndən. Məsələn, IELTS 6 plus IELTS istəyirdi, ya TOEFL yəni. İngilis sertifikatı istəyirdi, rəsmi sertifikat istəyirdi. Bundan əlavə də intervyu və daxili imtahan istəyirdi. Məncə daxili imtahanlar biraz nisbətən çətin idi. Riyaziyyat daxili imtahan idi. Çətin suallar var idi, yəni belə dimdən biraz bəlkə çətin ola bilər də, dim səviyyəsində idi də. Amma yəni nisbətən biraz çətin idi, ingilis dilində biraz problemlər yaşana bilərdi. Amma imtahandan keçdim, sonra da intervyuya çağırdılar, onlayn intervyu oldu. Səhv eləmirəmsə mayda oldu o intervyu, səhv eləmirəmsə və qəbulumu iyunda aldım. Qəbulumu iyunda aldım. Fakültəm tam istədiyim fakültə idi. İndi hansını seçməyəcəm, yenə deyirəm, deməyəcəm. 1-2 videodan, yəni 1 ya da 2 videodan sonra artıq harda təhsil aldığımı siz özü də görəcəksiniz. Bizə növbəti Azərbaycana artıq 4 universitet apply edəcəyim Avropadan, indi Çexiya və Belçikadan. Və indi keçirik Azərbaycana, hansı universitetlərə apply eləmişdim. Məncə xarici gedən bir çox tələbə adaya apply eləyib. Düzdür, ada KS sıralamasında yoxdur, səhv eləmirəmsə, ya da olsa da 1500-cü sıradadır. Ona görə birinci UNEC-dən başlayayım. Mən dim imtahanı verdim. Blok imtahanı vermədim, buraxılış imtahanı verdim. Yəni dimdən dizayna düşdüm, UNEC-in dizaynına düşdüm. UNEC də dediyim İqtisad Universitetidir. Və benim oradan da qəbul gəldi mənə. Buraxılış balamsa 250 səhv eləmirəmsə, təxminən verdim, indi yarımdan çıxıb artıq. Və orada apply elədim və oradan da qəbul aldım. Amma yenə deyim, seçməyəcəyimi deməyəcəm bu videoda. UNEC əslində dizayn maraqlı fakültə idi. Düzdür, mənim dediyim heç aram yoxdur. Ola bilər qrafik dizaynla aram var, amma yəni belə rəsm çəkmə ilə digər əl qabiliyyətim o qədər yaxşı olmadığı üçün, yəni dizayn mən niyə olmadığını bilirdim. Və ən sonuncu məncə bir çox xarici gedən tələbənin də apply elədiyi və yaxud da Azərbaycanda SAT verən bir çox tələbənin də seçdiyi universitet olan adayda apply eləmişdim. Adada düzdür, apply sırasında 3 dənə fakültə yazma imkanınız var. Yəni 3 dənə yazırsınız dim sistemi kimi. Birinciyə baxırlar, seçilməsə, ikinciyə baxırlar, seçilməsə, üçüncüyə baxırlar. Yəni elə hansından düşürsünüz. Birinci mən computer science yazdım, səhv eləmirəmsə və düşmədim. İkinciyə şəhər salma, yəni urban planning yazmışdım. Üçüncüyə isə beynəlxalq əlaqələr yazmışdım. Çünki beynəlxalq əlaqələr çox da yəni marağımda deyildi. Əslində şəhər salma çox maraqlı gəldi mənə. Niyə? Çünki adada bu fakültə təzə açılmışdı və bu inkişaf edib, amma yəni bu fakültə təzə açıldığı üçün, yəni mən təzə görürəm, ola bilər mən təzə görürəm. Təzə gördüyüm üçün düşündüm ki, inkişaf edə biləcək bir ixtisasdır. Ona görə şəhər salmanı ikinci yerə yazdım. Və biraz SAT balım 1300 idi deyə çox da risk eləmək istəmədim. Yəni durub biznes yazsam düşməyə bilərdim. Durub computer engineering yazsam düşməyə bilərdim. Yəni computer science-ə belə düşünmədim. Bu ildə da ballar biraz yüksəldi SAT balları. Ona görə yəni computer science-a düşənmədim. Məsələn, keçən il uşaqlar var idi ki, mən 1320 balla computer science-a belə düşmüşdülər, biznesə belə düşmüşdülər. Amma bu il həddindən artıq artdı deyə şəhər salmaya düşdüm. Amma yenə də yəni mənim üçün pis deyildi. Hər hansı bir sualınız varsa kommentdə məndən soruşmağa çəkinməyin və yaxud da Instagramda belə mənə yaza bilərsiniz. Yəni məncə mənə DM-dən yazılan bütün sualların hamısına demək olar cavab verirəm. Həm də kommentlərin də çoxuna cavab verirəm. Yəni hər hansı bir sualınız varsa SAT, IELTS, ola bilsin TOEFL, çünki mənim TOEFL haqqında çox məlumatım var. Duolingo əvvəl Duolingoya da getməmişəm, sadəcə özüm məşğul olmağa çalışmışam. Sadəcə imtahanı verməmişəm, ondan sonra IELTS imtahanı vermişəm. Ona görə yenə deyirəm, hər hansı bir sualınız olsa kommentlərdə mənə yazmağınızı xahiş edirəm əslində. Çünki mən də vaxtımda hansısa bloqerə yazıb ondan soruşmuram, ondan bu yollara öyrənmişəm. Və belə, yəni mənim universitet applylarım və qəbullarım bunlar idi. Və bir dəfə bütün xaricə getmək istəyən tələbələrə və yaxud da Azərbaycan universitetlərə hazırlaşan şagirdlərə hamısına uğurlar arzu edirəm, həmçinin tələbələrə. Yeni qəbul olmuş birinci kurs tələbələrə hamısına da uğurlar arzu edirəm. Və bu da videomuzun sonu. Çox sağ olun, növbəti videolarda görüşənədək.